12 manat 99 qəpikdən 3 manat 99 qəpik. Bu isə 69% endirim edir. Arazda bu həftə elə endirimlər var ki, bunları göstərməsəm olmaz. Baxın, bu cür saxlama qabları var ki, 7 modelli qəpikdən 3 manat 99 qəpiyə düşür. Bu isə 47% endirim edir. Bimix konfetlərinin qiymətinə baxa bilərsiniz. 10.30-dan 4 manat 99 qəpik. Snickers böyük balacanın qiymətinə satılır 1 manat 65 qəpiyə düşür. 2 manat 40 qəpikdən. Suflenin qiymətinə baxa bilərsiniz. 3 manatdan 1 manat 99 qəpiyə 33% endirimlə və yaxud da ki, ulduzun şokoladları hər iki çeşidi 8 manat düşüb 16 manatdan. Bu isə tən yarı qiymətdir gördüyünüz kimi. Yarı qiymətə. Akkontlar da endirimdədir, hansı ki 14 manat 49 qəpiyə düşüb 26% endirimlə 19 modelli qəpikdən. Şafranlar endirimdədir 10.99-dan 5 manat 99 qəpiyə düşüb. Avedov yağlarına baxa bilərsiniz. 2 manat 89 qəpik günə baxan Avedov satılır burada. 47 qramlıq Nescafe klassiklər 5.50-dən 2 manat 99 qəpiyə düşüb 46% endirimlə. Videoları izlərkən bəyənib səhifəmizə abunə olmağı unutmayın ki, paylaşımları qaçırmayasınız. Halal Nemət səhər saskasının qiyməti 6 manat 99 qəpikdir. Golden pendirlər var, hansı ki 6 manat 99 qəpiyə düşüb Araz marketdə. Araz Baba qiymətləri endirir. Arazın bütün filiallarında möhtəşəm kampanyalara start verir. Bura mağazanın böyük filiallarının biridir, Sumqayıt filialıdır. 4-dən 17 dekabr tarixinə dək. Meyvə tərvəzdə endirimlər 7 dekabra qədər, amma digər endirimlər isə 17 dekabr tarixinə dəkdir. Kartoşkadır, soğandır, hər şeydə endirim var. Yağlara baxa bilərsiniz. Nova Zemlər yağı 15.99-a düşür. Çitan yağı 82%dir. 18 manat 95 qəpikdən düşübdür 12 manat 99 qəpik. Südçü kərə yağı var 82.5%, 14 manat 99 qəpiyə düşüb. Zanossi kərə yağı 11 manat 99 qəpik 18.99-dan. Belarusiya kərə yağı var 82.5%, 17.99-dur. French Kaf kərə yağı isə 28.90-dan 24 manat 95 qəpiyə düşüb Araz marketdə. Bu nədir? Brenkin luqlar 82%, 5 manat 49 qəpikdir Arazda. Rasiyanka yağı var, hansı ki spirit yağlardır. 82.5%dir, düşüb 5 manat 99 qəpiyə. Saratovski yağlar da var 4 manat 29 qəpikdir. Gouda pendir çislafların qiyməti isə 10 manat 99 qəpiyə düşüb Araz marketdə. Gördüyünüz kimi möhtəşəm endirimlər çoxdur. 17 dekabra qədər möhtəşəm kampaniyalar var Arazın bütün filiallarında. Siz də sizə yaxın olan Araz marketə yaxınlaşıb endirimlərdən faydalana bilərsiniz. Portağalın qiymətinə baxa bilərsiniz. 1 manat 79 qəpiyə düşüb, hansı ki 28% endirimə. Almanın qiyməti 50 qəpiyə düşüb. Yəni daha doğrusu isə 49 qəpiyə. 99 qəpikdən bu da edir 51% endirim Araz marketdə. Keramik qablar var, misal üçün 2 modelli qəpikdən 1 manat 49 qəpiyə düşüb 40% endirim edir bu da. Şuşa qablarda Divo yağları var, möhtəşəm yağda. Hər iki çeşidli endirimdədir. Qarğıdalı yağı 7.99-dur, günə baxan yağı isə 6.99. Gerkuleslər endirimdədir, 3 manat 29 qəpiyə düşübdür. Bu isə 40% endirim edir. Nə az nə çox 40%. Pepkolarda endirimlər var 3 manatdan 1.50-yə, 9.20-dən 6 manat 50 qəpiyə. Gördüyünüz kimi ərzaqlarda endirimlər var və qeyri-ərzaq bölməsində endirimlər var. Pepkonun saxlama qabları var, bu cür hədiyyə qabları, hansı ki 3.75-ə düşübdür, 5 manatdan 6.90-dan 4.30-a düşənlər var. 4 manata satılan şamlar var, hansı ki 2 manata düşübdür, 6.30-dan 3 manata düşən şamlar var, 52% endirim edir bu da. 20 manata satılan Pepko hədiyyalar var, hansı ki 16 manata düşüb 20% endirimlə Araz marketdə. Ariel 4 kiloqramlıq 24 model 9 qəpidən 11 manat 99 qəpiyə düşüb 51% endirimlə. Pervullar endirimdədir 5 manat 75 qəpiyə düşüb 8 manat 54 qəpikdən. Əslində bu keramik qablar keçən dəfə də vardı endirimdədir. Hələ də endirim davam edir. 1 manat 49 qəpiyə düşüb 2 manat 50 qəpikdən. Ferilərə baxın 4.95 ara, 1.99 ara, 60% endirim. Herden Shoulders 4 manat 99 qəpik. Yarı qiymətində düşüb Araz marketdə. Arazda Pepko bölməsində bildiyiniz kimi var. 10.40-dan 4 manata, 6.90-dan 3 manat 9 qəpik. Bu cür dipçək qabları endirimdədir. Blom safetləri 80-dənlik 65 qəpiyə. Son safetləri 95 qəpiyə, qutu safetlər 1 manat 99 qəpiyə, Pero mətbəx safetkaları 7.45-dən 4 manat 99 qəpiyə, serpaklar 6 manat 99 qəpiyə. Oral-B'nin bu cür çeşidləri var, hansı ki 60 manatdan 30 manata düşüb yarı qiymətlə 5.90-dan 2 manat 89 qəpiyə ayaqaltılar endirimdədir. 16 manata satılan oyuncaqlara baxın, hələ 75% endirimdə 4 manata düşüb. Məktəbli geyimləri var, hələ də endirimdədir. Bu keçən dəfə paylaşmışdım. 24.99-dan 1 manat 99 qəpiyə düşüb. Qazanlar var, tavalar var, endirimdədir 40 manat hara, 14 manat hara. Endirim gördüyünüz kimi həddindən artıq çoxdur. İstər ərzaq bölməsində, istər qeyri-ərzaq bölməsində, yuyucu təmizləyici vasitələri endirimləri qaçırmaq üçün nə etmək lazımdır? Videoları izlərkən bəyənib səhifəmizə abunə olmağı unutmayın. Çünki bu hələ son deyil. Bayrama özəl paylaşımlar eləyəcək, özəl endirimlər olacaq. Heç bir yerdə görmədiyiniz kampaniyaları sizin qarşınıza gələcək. Yeni il hədiyyələri də var. Bu cür münasib qiymətə qəşəng böyüklü, balacalı, hər zövqə uyğun yeni il hədiyyələri Araz marketdə mövcuddur və ən aşağı qiymətlərə satılır təbii ki. 4 dekabr tarixindən start və möhtəşəm kampaniya düz dekabr ayının 17-sinə qədərdir.
endirimlidir. Redor şampuna baxın 8.99-dan 5 manat 39 qəpiyə. Yeni il oyuncaqları 5.95-dən 3 manat 49 qəpiyə, 8.45-dən 4.99-a, 7.95-dən 4 manat 99 qəpiyə. Daha nə qədər qiymətlərdə fərqlər var. Balıq çeşidlərinə baxın. Yarı qiymətə düşüb balıq 12 manat ara, 6 manat ara. Arazın bütün filiallarında möhtəşəm endirimlər var və bir daha xatırladım ki, 4 dekabr tarixinə start verən möhtəşəm kampaniya dekabr ayının 17-sinə dəkdir. Balıq çeşidləri çox möhtəşəmdir. Hər gün gələn təzə balıq və balıqlı çeşidlərin hamısında da böyük endirimlərə start verib Araz Marketin bütün filiallarında.